Salam, hər vaxtınız xeyir olsun. Bugün Aran TV'nin qaynar xətti susmaq bilməyib. Məsələ nədən ibarətdir? Bərdə Şərbi nömrəli tam orta məktəbi ilə bağlıdır. Valideynlər şahidlərin bildirirlər ki, bir ay yaxındır ki, məktəbi köçürdülər 3 nömrəli məktəbə. İndi də valideynlərə bildirirlər ki, yenidən həmin məktəbi köçürdəcəklər 6 nömrəli məktəbə. Valideynlər bildirirlər ki, 1 nömrəli məktəbdən 3 nömrəli məktəbin ara məsafəsi yaxındır. Bura piyada gedib gəlmək olar. Amma 6 nömrəli məktəbə bunlar gərək ictimai nəqliyyatdan istifadə etsinlər. Onlar da bildirirlər ki, bir çoxları indi səslərini təqdim edəcəm. Bir neçəsi deyir ki, biz alaq vurmağa gedirik. Bir neçəsi deyir ki, ailə başçımız yoxdur. Biri deyir, tustaqdır valideyni. Biri deyir, xəstəyəm. Yəni bunları nəzərə alıb, onların maliyyə cəhətdən onlar o məktəbə, yəni bildirdiklərinə görə o uşaqlarını ora apara bilməyəcəklər. Ondan sonra da ki, 1 nömrəli məktəbin taleyi necə olacaq bilmirəm. 1 nömrəli məktəb həmişə həqiqətən də 1 nömrə olub. Məktəb təmirsiz olsa da, ora önündə olan məktəblərdən olub. Həmin məktəbin bu yaxınlarda bir şagirdi 300 bal toplayıb. Gəlin bunların hamısını nəzərə alaq. Bu müəllim heyətinə, həmin o şagirdlərə dəstək olan, o məktəbin uşaqları pərəm-pərəm düşməsinlər. İndi həmin valideynlərin səs yazısını sizə təqdim edəcəm və ondan qabaq buradan üzümü tutub cənab nazirimiz Emin Əmirullayevə müraciət etmək istəyirəm ki, cənab nazirimiz, xahiş edirəm bunu diqqətə alasınız, xahiş edirəm bu problemlə bağlı özünüz şəxsən maraqlanasınız. Çox sağ olun. Cənab nazirimiz, həmin valideynlərin qaynar xəttinə atdığı səs yazılarını sizlərə təqdim edirəm. Salam əleykum, sağ müəllim. Eşitmişəm uşaqlar deyirlər ki, 6 nömrəliyə göndərəcəklər. Mənim yəni elə bir vəziyyətim yoxdur, uşaqlar ged ora gələr. Nənəsiyəm, anası xəstə adamdır. Evdə xəstə uşağı var, balısədə yatır. Gedib gələ bilmir. Elə xahiş edirəm ki, 1 nömrəli məktəbdə oxusunlar uşaqlar. Bu ikinci, həmin adamın ikinci səsi. Onların nənəsiyəm, danışam. Məhəmməd Əliyevə Nurdi. Allah and olsun, heç mən 6 nömrəli məktəbi tanımıram. Bu uşaqlar hərdən tanıyıb gedəcəklər ora. Deyirlər, Bazar İstorun yanındadır. Mən Allah and olsun, onları göndərməyə imkanım yoxdur, o uzaqdır yolları. Bir valideyn. Onların nənəsiyəm, danışam. Bu da ikinci valideyn. Məhəmməd Əliyevə Nurdi. İkinci valideynin səs yazısını sizə təqdim edirəm. Yəni valideynli 1 nömrəli məktəbdən. Bizim uşaqların ikisi də 1 nömrəli məktəbdə oxuyur. Eşitdim ki, keçirdiniz 6 nömrəli məktəbə. Yəni mən valla işdə gücdə olmanda yol gedib gəlirəm gündəlik. Ondan sonra yoldaşım da işləyir. Oradakı uzaqdır da bizə. Uşaqlar ora gedib gələ bilməz, balacadılar nənəcəm. Xahiş edirəm ki, bir köməklik edəsiniz, qaydalar onlar 1 nömrəliyə. Bu da bir valideynin, indi 3-cü valideynin səs yazısını sizə təqdim edirəm. Yollaya bilmirəm. Mənim uşaqlarımı 6 nömrəliyə yollaya bilmirəm da. Mənim elə imkanım yoxdur. Mən uşaq Allaha gedirəm, and olsun Allaha. Mən ataları da yoxdur, yetimdilər. Zorumla mən uşaq saxlayıram, Allaha gedirəm, o görə Allaha. Mənim elə imkanım yoxdur ki, 6 nömrəliyə mən yenə bura yaxındır, təzə məhəllələr doluq biz. Yenə uşaqlarım elə bir tər gedib gəlirdi bura. Öz ikisi də orada oxuyur. Mənim elə imkanım yoxdur. Ora yollayım. Allah bunu nəzərə alanda, 1 nömrəlidə qalsalar yaxşıdır, o məktəb işləsə yaxşıdır. Yenə ora gedir, uşaqlar ora gedirdi, yəni üzləri gözləri həm müəllimlərinə, həm məktəbə, həm uşaqları öyrənirlər. Biz nağaraq, neyniyək? Bizə bir məlumatlandırın da nə olar? Allaha gedirəm mən, uşaqlarım atalar yoxdur, özüm zulumla saxlayıram, onlar 2 dənə uşaqdır, ikisi də 3-cü valideynin, indi 4-cü valideynin səs yazısını sizə təqdim edirəm. Qədirova Xədicə xanım. Sağ olun. Bu uşaqları 6 nömrəliyə deyilir, köçürülür, 6 nömrəliyə. Biz ona razı deyilik, 6 nömrəliyə uşaqlar köçürülsün. Mən özüm, yoldaşım tustaqdır, 2 dənə az yaşlı uşağım var. Biri bu il 1-ci sinifə gedir, o birisi 3-cü sinifə gedir. Biz 3 nömrəliyə güclən uşaqları biz yollayırıq. Bunun gələcəkdə bunun soyuğu var, qışı var, istisi var. Biz buna uşaqlar nətər biz 6 nömrəli uşaq yollayaq. Zamanə də pisləşib ki, yoldaşım tustaq, mən özüm güclən alağa gündəliyə gedib, mən uşaqlarımı güclən məktəbə
yeməklərinə pul verirəm. Mən o nətər mən də dedim ki, mən bunların 6 nömrəliyə məktəbə taksilərə mən pul verim. Mənim uşaqlarımı mən istəmirəm. Mən zad edirəm ki, mənim uşaqlarım 1 nömrəliyə təzə məktəblərinə qayıtsınlar. Belə bir şey olmaz. Bizə birinci 3 nömrəliyə köçüblər, 3 nömrəlidən də 6 nömrəliyə yollamaq istəyirlər. Mənim elə bir imkanım yoxdur, mən 6 nömrəliyə uşaq yollayam. Yəni bizim bu işimizə baxsınlar, biz aparsınlar uşaqlarımızı təzə həmənki siniflərinə qaytarsınlar. Mən 5 yaşda uşaqdır, mən uşağı hara yollayım 6 nömrəliyə? İkisi az yaşlı uşaq. Nətər getsinlər gəlsinlər? Bu 3 nömrəyə gedib gələndə biz qorxa-qorxa yollayırıq uşaqlar. Bir valideyn də səs yazısı. Abidov Mobil Şakiroğlu. Muradın deyir atasıyam. Salam, müəllim. Mən Əsgərov Muradın atasıyam, valideyniyəm. Deməli, mən indi belə bir xəbər eşitmişəm ki, bizim uşaqları güya 3 nömrəlidən, əvvəl 1 nömrəlidə idi, gətirdilər 3 nömrəliyə ki, orada təmir gedir. Yenə qayıdacaq 1 nömrəliyə. İndi eşitmişəm ki, 3 nömrəlidən də 6 nömrəliyə köçürülür. Sizdən xahiş edirəm, bizim uşağın öz məktəbində oxuması üçün bizə köməklik eləyəsiniz. Mən istəmirəm uşağın başqa məktəbdə elə 3 nömrəlidə də qalsın. Bunun üçün sizdən xahiş edirəm, bizim uşağa köməklik eləyəsiniz, elə öz sinifində də, öz müəlliməsində də qala. Vəliyeva Aygün xanım. Salam, müəllim. Bu da səs yolluyor. Dəqiq üzr istəyirəm. Burada bir valideyndir. Hər vaxtınız xeyir, Sal müəllim. Elə bir ki, bizim uşaqları eşitdiyimə görə 6 nömrəliyə aparmaq istəyirsiniz. Mənim də 3 dənə nəvəm orada oxuyur. Mən o işə razı deyiləm, heç vaxtı. Çünki mənim uşağım 1 nömrəliyə qoymuşam, 1 nömrəlidə də qalacaq. Yəni artıq da sizə xahiş edirəm, mənim uşaqlarımı 1 nömrəlidən çıxartmayın. 3 nəvəm, 3 də 1 nömrəlidə oxuyur, 1 nömrəlidə də qalacaq. Ki, onları mən çıxarmıram. Artıq sizə xahiş edirəm, mənim nəvələrimi o 1 nömrəlidən çıxartmayın. Çünki ora uzaqdır, mən 1 nömrəli məktəbə vermişəm, ayrı yerə verməmişəm uşaqları. Bir valideynin də səs yazısına qulaq asaq. Salam Məliki, valideyn deyə danışam. 1 nömrəlidən Həsənzadədir, Ulduzu, nənəsiyə. Bu eşitmişəm ki, deyirlər ki, 6 nömrəyə gedəcək bu uşaqlar. Mən bu uşağı 1 nömrəliyə qoymuşam. Mən o 6 nömrəli məktəbi heç tanımıram. Özüm yaşlı qadınam, o da oğlumun uşağıdır. Oğlum tustaqdır. Özüm də cüzə sexində işləyirəm, səhər-səhər aparıb bu uşağı ora qoyub həmin işimə gedə bilirəm. Mənim 6 nömrəli nədir, nədir mən heç tanımıram, bilmirəm yerini. Mənim uşağımın yəni orada işi yoxdur. Sizə xahiş edirəm, bu uşaqlar qalsın o belə 1 nömrəlidə. Biz ora uyğun olub, bilib qoymuşuq. Əziyyətlə də 5 yaşını orada bitirib uşaq 6 nömrəli, özüm tanımıram. Mənim oraya aparıb gətirməyə imkanım yoxdur. Sizdən ağdayızda xahiş edirəm, uşağı hara qoymuşuq, orada da qalsın. Yox, uşaq 6-ya gedir, yox 9 nömrəliyə gedir, 10 nömrəliyə gedir. Qadan qalım, o oğlumun uşağıdır, mənim umudumdadır. Mən də onu ölüm-zulüm ora qoymuşam. Həmin ki, ora uşağı qoyub, mən işə gedirəm. Mənim 6 nömrəliyə gedəsi halım, vaxtım yoxdur, heç tanımıram da, uşağım da oraya gedəsi deyil. Sizdən ağdayızda xahiş edirəm, uşaq 1 nömrəlidədir, 1 nömrəlidə də qalsın. Nəbizadə Emilia, Nəbizadə Məryəm. Yəqin ki, Məryəmin anasıdır. Buna da qulaq asalım. Salam müəllim, sizi narahat edən 1 nömrəli məktəbin şagirinin anasıdır. Yəni oranı dedilər ki, uşaqları təzədən qaytaracaqlar 1 nömrəliyə. İndi də deyirlər ki, 6 nömrəliyə gedəcək. Mənim də o qədər imkanım yoxdur ki, mən 6 nömrəliyə, yəni taksi olayam. Bura evimin yanıdır ona görə. Çünki təkcə evdə mənə yəni 2 uşağa baxıram. Göstərim. Bir valideynin də səsinə qulaq asaq. Əliyeva Mahir, Əliyeva Zeynabın atası. Ne işimiz var bizim? Salam aleyküm, salam aleyküm, hoş gördük. Ben sizi bu 1 nömrəli məktəbin bu problemin işine göre narahat edirəm. Üzürü sayın da. Benim iktidai sınıf olmasa da, yani 6'da oxuyur, kız uşağıdır. İndi siz zamanlar kimi evladım tək yola bıraxar. Mən işimlə əlaqədar gedə bilmirəm, gələ bilmirəm. Gənə oradan 1 nömrəli məktəbdən evimin arası yaxın idi.
Şəhəri sendirdi. Uşaqdır, keçib gedib gələ bilir. Mən 26'lar hara, məsələn, 4-6 nömrəli məktəb hara, gedib gəlmək olmur. İndi bir-birimizi başa düşək. Xahiş edirəm sizdən, bizə köməklik göstərəsiniz. Valla mənim işimlə tutuşmur. Mən uşağı nə vaxt aparım, nə vaxt gətirim. Gərək onda mən işləməyəm, oturam evdə, ancaq uşağı məktəbə aparam, gətirim. Mən etiraz bildirirəm. Yəni, mən istəmirəm mənim övladım geçsin 6 nömrəli məktəbə. Birinci dedilər ki, 3 nömrəli məktəbə müvəqqəti keçir, Vüsal müəllim, elə dedilər. Sonra da qaytardılar. İndi söhbət gedir ki, 6 nömrəli məktəbə geçsin. Söhbət getmir, TikTok'da mən gördüm onu. 6 nömrəli məktəbdə mənim uşağımın nə işi var? Sonra valideynlərdən görə bir dənə də valideyn var. Salam, sabahınız xeyir. Bağışlayın, narahat edirik. Bizim uşaqlar bu bir nömrəli məktəbin şagirdlərini remont adı ilə bir nömrədən çıxardır, 6 nömrəli məktəbə, 3 nömrəli məktəbə göndərmişlər. İndi bir neçə vaxt uşaqlar gedir, elə bildik ki, müvəqqətidir. İndi də deyirlər ki, bu uşaqlar getməlidir 6 nömrəliyə. Xahiş edirəm bunu siz işıqlandırasınız. Bu məktəb müdiriyyəti bizi eşitmir. Bu uşaqlar var, mən Füzuli küçəsində yaşıyorum. Bu uşaq gündə 6 nömrəli məktəbə nə ilə gedib gəlməlidir? 6-cı sinifin tələbəsi böyük qızdır. Ya mən ona maşın tutmalıyam, hamımız da işləyirik. Kimsə bu uşağa zahmet olmalıdır ki, gündə bu uşaq getsin, gəlsin. Bu nətər olacaq? Sən Allah bizə köməklik edin, xahiş edirik. Bütün valideynlərin adından, mən onun nənəsiyəm. Bir yaşlı nənə kimi xahiş edirəm səndən, bax bizə köməklik elə. Bu uşağı biz nətər aparıb getirəcəyik? Uşağın psixologiyasına təsir edir bu. Məktəbdə də heç